Hər birimizin sevə-sevə izlədiyi Uzaq Şəhər filmi. Cihan, Ayla. Hər birimiz baxmışıq. Hər həftənin birinci günü bizdə saat 22:00-da 10 tamamda da belə başlayırdı. Otururduq, baxırdıq, təkrarına baxırdıq. TV-də izləməsək də, yəni YouTube kanalında belə sosial şəbəkəsində onun təkrarını izləyirdik. Bu günlərdə bir sosial proqram var idi, elə Türkiyənin özündə. Burada baxdım, qadın ərə gedib. Ərə gedən qadının 54 yaşı var, kişinin 46 yaşı, toy ediblər özlərinə, nigaha giriblər, barmaqlarına xına yaxıblar falan. Həftənin təsadüfən birinci gün olub bu. Qadını gətiriblər kişinin evinə. Kişi ha gözləyib, indi qadının yanına gələcək, qadın bunun yanına gələcək. Görüb ki, yox, qadın açıb filmə baxır. Bu məsələ böyüyüb, ictimailəşib. Qadın şikayət edib Esra Erol'un verilişinə, sosial proqrama. Kişi də gəlib, o da gəlib. Esra Erol da gülməkdən bayılır da. Ki, qadın ona deyir ki, hə, film gedirdim, mən filmi sona qədər izləməliydim. Sonra mən nigahlı ərimlə aşk yaşamalıydım. Mən o filmə baxmasaydım, mən belə aşk yaşaya bilməyəcəkdim də, fikrim qalacaqdı filmin yanında. Əzizlərim, harda müsəlman var, harda türk var, məhz o bu dili bilən, türk dilini, müsəlman dilini bilənlər var. Hər birisi bu filmi izləyir. Təkcə bizdə bu yaşanmır, həsrətlə gözləyirik, intizarla indi 3 ay gözləyirik ki, necə ötəcək, gedəcək, hadisələr necə oldu, necə cəryan etdi. Hər birimiz üçün maraqlıdır. Və təsəvvürdə gətirin ki, bu adam ərə gəlib, deyib, yox, mən mütləq Cihanla Ailəyə baxıb, sonra kişimin yanına yatağa girəcəm və məndən bu qədər Sara Səfra Bahadırdan və burada əlaqə nömrələri var. Məhz Şəbnəm doktorumun əlaqə nömrələridir. Həkim kosmetoloquna ona müraciət edə bilərsiniz mənim adımdan da. Bu qədər.